Salam dəyərli müəllimlər və müəllim olmaq istəyənlər. Mən sizə Edicom Təşkil şirkət tərəfindən təşkil olunmuş son sınağı izah edəcəm. Başlayaq birinci sualımızdan vaxt itirməyək. Birinci sualda qeyd olunur. Başımızdan öncə bunu qeyd edim ki, situasiyaları oxuduqda çalışın ki, situasiyanın şərtindən cavabınızı çıxarda biləsiniz. Çünki çox zaman situasiyanın şərtində elə cavablar göstərilir. Situasiyanı oxuyub cavablar variantlarını oxumağa tələsməyin. Situasiyanı bir dəfə oxuyun, iki dəfə oxuyun, situasiyanı özünüz fikirləşdirin, daha sonra isə cavabı oradan rahat bir şəkildə tapa biləcəksiniz. Mən bunları sizə göstərəcəm. Deməli, birinci suala baxırıq. Müəllim sinif müzakirəsi zamanı həm passiv və aktiv mövqe tutan şagirdlərlə işləyir. Burada nə etdik? Passiv də işlədi, aktiv də işlədi. Fikirlərini sərbəst bildirmək üçün onları dəstəkləyir. Bir müddət sonra passiv şagirdlərin dərsə marağı artır və fikirlərini bildirməyə, potensiallarını nümayiş etdirməyə şərait yaranır. Demək nə baş verdi? Passivlər aktivlə iştirak elədi. Sinifdə çünki həm passiv həm aktiv şagirdlər olur. Hər biri burada iştirak elədi. Bu iştirak nəticəsində də şagirdlər hər biri prosesə cəlb olundu. Prosesə cəlb olunduqdan sonra gördüyümüz kimi şagirdlər daha rahat oldular. Fikirlərini daha rahat şəkildə bildirməyə bacardılar. Deməli, müəllim sinifdə bərabər imkanları da, inklüzivliyi də, diferensiallığı da təmin etmiş oldu. Bunu yadınıza saxlayın ki, əgər bir təlimdə diferensiallıq təmin olunursa, orada deməli inklüzivlik də təmin olunub, orada bərabər imkanlar da təmin olunub. Burada baxırıq, pasiv-aktiv var, deməli, bərabər imkanlar da var, inklüzivlik də var, diferensiallıq da var. Yəni, sinifin bütün şagirdləri nəzərə alınıb və situasiyanın doğru olanı axtarırıq. Nədir? Müəllim dərs zamanı dövlətin, cəmiyyətin, şagirdlərin tələb və marağını nəzərə alır, şagirdlərin hamısında 21-ci sınıf bacarıqlarını formalaşdırır. Deməli, biz burada niyə A variantını seçmirik? A variantı təbii doğru deyil. Niyə doğru deyil? Baxırıq. Müəllim dərs zamanı dövlətin, cəmiyyətin marağını nəzərə alır. Düzdür, dövlətin, cəmiyyətin marağı nədir? Hər bir şagird təbii ki, prosesdə iştirak eləməlidir və gələcəyə lazım bacarığı sahibi şəxsiyyət yetişməlidir. Amma şagirdin tələbi nəzərə alınmır. Şagirdin tələbinə görə şagird tələb etmir ki, müəllim bizə dərs keçsin. Yəni, çox az halda şagirdlər belə bir şey tələb edə bilər. Şagirdlərin tələbləri oynamaqdır. İstəyirlər ki, əyləncəli olsun hər bir şey. Və baxımdan artıq bu doğru deyil. Biz ümumiyyətcə yadınızda saxlayın ki, dərs prosesində şagirdlərin tələbləri nəzərə alınır. Marağın potensialı nəzərə alırıq, amma şagird tələbini nəzərə alınmır. Biz burada düzdür, biz nə qədər desək dərslər şagird yönümlüdür, müəllimlər şagirdlərin potensiallarına uyğun hərəkət etməlidirlər, amma eyni zamanda dərsi planlaşdıran şəxs müəllimdir, ona görə də müəllim dərsi elə planlaşdırmalıdır ki, şagirdlərin marağı potensialı olsun orada, şagirdlərin tələbləri deyil. B-yə baxırıq, şagirdlərin nəticələrini onlarla müzakirə etmir və bununla da səhvlərini təhlil etmə imkanı yaratmır. Təbii, burada şagirdləri nəticələrin təhlil edilməsi ilə bağlı hər hansı bir fikir yoxdur, ona görə də uyanmışdır. C müəllimi sinifdə inklüziv mühit yaradır, bununla da şagirdlərin təlim prosesində marağını artırmasına səbəb olur. Bəli, dediyimiz kimi inklüziv mühit yaranır. İnklüziv mühit sağlamlıq imkanına asılı olmayaraq bütün şagirdlərin prosesə cəlb olunmasıdır. Burada istər sağlamlıq imkanı məhdud şagirdlər olsun, istər digər şagirdlər olsun, istər passiv olsun, istər aktiv olsun, hər bir şagirddən cəlb olunmasından danışır. D variantına baxırıq. Şagirdlərin dini, etnik mənsubiyyətinə hörmətlə yanaşdığını, onlara fikir bildirməsi və fikirlərini paylaşmasına şərait yaratdığı üçün onların təlim prosesində marağını artırmasına səbəb olur. Xeyr, dini, etnik mənsubiyyətindən heç bir şey danışılmır situasiyada. Y müəllim şagirdlərin öyrənmə tərzlərini nəzərə alıb, prosesi ona görə tənzimləyir. Xeyr, şagirdlərin öyrənmə tərzləri ilə bağlı situasiyada hər hansı bir fikir yoxdur. Situasiyada əsas şagirdlərin passiv və aktiv olması, eyni zamanda onların hər birinin dərs prosesinə cəlb olunmasından danışır. İkinciyə baxırıq. Müəllim dərs prosesini daha məhsuldar etmək üçün dərsin əvvəlində şagirdlərə bugün hansı məqsədə çatmaq üçün fəaliyyət icra etməli olduqlarını açıqlayır və dərsi şagirdlərlə qarşılıqlı əlaqəli şəkildə keçir. Situasiya isə müəllimin fəaliyyəti haqqında hansı fikir doğrudur? Müəllim nə etdi? Şagirdlərə hansı məqsədə çatmaq üçün fəaliyyət icra etmələrində olduğunu dedi. Hansı məqsədə çatmaq deyəndə isə biz düşünək ki, dərsin əvvəlində
Nə görə? Təlim nəticəsini qeyd edirik. Çünki biz təlim nəticəsini ona görə şagirdlərə deyirik ki, şagirdlər bilməlidirlər ki, hansı məqsədə gəlib çatacaqlar, yəni nə iş görəcəklər, bunu nə üçün edirlər, keçdiyimiz mövzunun şagirdlər üçün faydası nədir, sonda nəyə gəlib çatacaqlar. Bu niyə sualına şagirdlər biz təlim məqsədi vasitəsilə cavab vermiş oluruq ki, şagirdlərin də dərsə marağı artsın. Və təlim nəticəsini sadəcə yazmaq deyil, Kane nəzəriyyəsində dediyimiz kimi, təlim nəticəsini sadəcə yazmaq deyil, eyni zamanda şagirdlərə izah etmək lazımdır. Şagirdlər bilsin ki, hansı fəaliyyətlər icra olunacaq. Və bununla da təbii ki, müəllim nə etmiş olur? Əgər məqsədi şagirdlərə, yəni şagirdlərə hansı fəaliyyət icra edəcəklərini deməklə, deməli təlim nəticəsini şagirdlərə elan etmiş olur və onu da şagirdlərə izah edir. Baxaq variantlara. Müəllim pedaqoji prosesi tam şəkildə həyata keçirib şagirdləri təlim nəticələri ilə tanış edir ilə A bəndi. B. Müəllim şagirdlərə əməkdaşlıq bacarığını formalaşdırmaq üçün təlim prosesinin qarşı əlaqə şəklində qurur. Situasiyada əməkdaşlıq bacarığının formalaşdırılmasından danışırıq. Situasiyada müəllimin şagirdlərə hansı fəaliyyəti icra etmələri üçün izah verməsindən danışır. Ona görə B variantı yanlışdır. C niyə yanlışdır? Müəllim şagirdlərə əvvəlcə getməli olduqları yolu istiqamət verməkdə şagirdlər arasında bərabər imkanları təmin etmiş olur. Bərabər imkanları bilirsiniz ki, bununla deyil, bərabər imkanlar birinci situasiyada göstərildiyi kimi həm passiv aktiv şagirdlərin prosesə cəlb olunmasını göstərən amildir. Bütün şagirdlərin potensialı nəzərə alınması deməkdir. Müəllim sinifdə sağlam rəqabət yaratmaq üçün bu addımı atır. Rəqabətin sağlam və ya digər halda yoxdur, sinif mühitində rəqabət olmaz. Müəllim şagirdlərin hər birini təlim prosesinə cəlb edir, sinifdə sağlam psixoloji mühit yaratmaq və onları aktiv öyrənmə zonasında saxlayır. Biz burada sinifdə sağlam psixoloji mühitin yaradılması, dəstəkləyici mühitin yaradılması prinsipi ilə həyata keçirilir. Biz isə burada təlim məqsədinin şagirdlərə elan edilməsindən danışırıq. Ona görə də bu da deyil. Yadınızda saxlayın ki, təlim məqsədinin şagirdlərə elan edilməsi aiddir pedaqoji prosesdə tamlıq prinsipinə. Tamlıq prinsipinin düzgün şəkildə həyata keçirilməsinə. Çünki tamlıq o deməkdir ki, pedaqoji prosesi tam şəkildə həyata keçiririk və təlim nəticəsində o deməkdir ki, biz şagirdlər əvvəlcədən çatmalı olduqları nəticəni deyirik. Və deməli, bununla da prosesimizi tam şəkildə həyata keçirməyə cəhd edirik. Üçüncüyə baxırıq. Müəllim diaqnostik qiymətləndirmə apardıqdan sonra şagirdlərin mövcud potensialını, hansı bilik və bacarığa sahib olduğunu müəyyən etdi. İl ərzində məktəbdə keçirilən yarışlarda şagirdlərin öz potensialı istiqamətində iştirakını təmin etdi. Bu situasiyada verilənlərə əsasən müəllimin sinifdəki fəaliyyəti haqqında hansı fikir doğrudur? Nə baş verdi? Müəllim diaqnostik qiymətləndirmə var. Diaqnostik qiymətləndirmə yadımıza salaq ki, nə üçün lazım idi bizə? Diaqnostik qiymətləndirmə lazımdır. Şagirdlərin potensialını müəyyən etmək, öyrənmə tərzlərini müəyyən etmək, maraqlarını müəyyən etmək üçün lazımdır bizə. Sonra şagirdlərin intellekt tərzlərini müəyyən etmək üçün diaqnostik qiymətləndirmə bizə lazım olur. Və biz də burada nə etmişik? Diaqnostik qiymətləndirmə nəticəsində şagirdlərin potensialını müəyyən etmişik və məktəbdə də il ərzində keçirilən tədbirlərdə onlara hər biri öz potensialına görə iştirakı təmin olunubdur. Deməli, artıq şagird potensialını inkişaf edib. Biz də bunu həyata keçirmişik. A nədir? Müəllim dərs prosesini şagirdlərin marağına uyğun şəkildə təşkil edir. Biz burada dərs prosesindən deyil, ərzində məktəbdə keçirilən yarışlardan danışırıq. B. Müəllim məqsədi şagirdlərin mövcud potensialını inkişaf etdirməkdən ibarətdir. Təbii ki, mövcud potensialları var. Məktəbdə də bunu inkişaf etdiririk. Deməli, doğru cavab budur. Digərləri niyə yanlışdır? Müəllim il ərzində yeni şagirdləri işlətməklə onlarda yüksək nəticələr gözləyir. Burada il ərzində yeni şagirdlərin işlədilməsi deyil. İl ərzində müxtəlif yarışlarda potensialına uyğun şagirdləri iştirak etməsindən danışırıq. Müəllimin məqsədi şagirdlərdə yaradıcı təfəkkürü inkişaf etdirmək, onların cəmiyyət içərisində daha rahat olmasını təmin etməkdir. Xeyr, burada yaradıcı təfəkkürdən danışmırıq. Eyni zamanda heç yaradıcı təfəkkür belə şagirdlərin cəmiyyət içərisində rahat olmasını təmin edən faktor deyil. Şagirdlər cəmiyyət içərisində o zaman rahat olurlar ki, onlarda sosial emosional öyrənmə düzgün şəkildə inkişaf edir. Müəllimin təlimdə səmərəli öyrənmə mühitini qurmaqla təlimi şagirdlər üçün daha əlçatan edir. Biz burada səmərəli öyrənmə mühitinin qurulmasını deyil, şagirdlərin potensialının inkişafından danışırdıq. Ona görə Y variantı da yanlışdır. Dördüncüyə baxırıq. Müəllim şagirdlərdə əməkdaşlıq bacarığını inkişaf etdirmək üçün
Hı -hı. Əməkdaşlıq bacarığını inkişaf etdirmək üçün onlara müxtəlif mövzular təqdim etdi ki, onlar özlərinə uyğun mövzunu seçib layihə hazırlasın. Müəllimin məqsədi haqqında verilənlərdən hansı doğru deyil? Deməli, müəllim nə edir? Şagirdlərə tapşırıq verir, müxtəlif tapşırıqlar. Bir neçə tapşırıq varsa bərabər imkanlar gözlənilir. Və deyir ki, hərə özünə uyğun şəkildə tapşırıq seçsin. Yəni, şagirdlər artıq bir yerdə tapşırıqlarını seçsinlər və onlarda metakognitiv bacarıqlar da inkişaf edir. Sonra tapşırığı seçirlər, bir arada işləyirlər, onlarda əməkdaşlıq, ünsiyyət bacarıqları inkişaf etmiş olur, kollektiv şəkildə işləyirlər. Sonra bunların hər biri şagirdlərdə sosial-emosional bacarıqları da inkişaf elətdirir. Yəni, bunlar bir-biri ilə bağlı ola biləcək bir haldır. Eyni zamanda layihə mövzusu yanınızda saxlayın ki, asenkron tədrisi özündə göstərən haldır. Yəni, müəllim şagirdləri layihə mövzusu hazırlamaq tapşırırsa, deməli, artıq burada müəllim asenkron tədrisə keçid edir. Müəllim məqsədi haqqında verilənlərdən hansı doğru deyil? Layihə mövzusunu şagirdlərin öz seçiminə saxlamaqla onları bir arada qərar qəbul etmə bacarığını formalaşdırmaq istəyir. Düzdür, bayaq izahda qeyd elədik, elə situasiyanın şərtini izah edəndə. Bir müəllim şagirdləri layihə işinə cəlb etmək üçün onlarda kollektiv işləmə bacarığını formalaşdırmaq istəyir. Bunu da qeyd etdik. Müəllim seçimi şagirdlərin özlərinə verməklə şagirdlərin özlərinin öz potensiallarını düzgün dəyərləndirmələrini istəyir. Düzdür, şagirdlər öz potensiallarını düzgün dəyərləndirib düzgün şəkildə layihə mövzusu seçəcəklər. Bu da dediyimiz kimi metakognitiv bacarıqlarının inkişafını göstərən bir haldır. Müəllim məqsədi şagirdlərin diferensialını önə çəkmək, onlar arasında bərabər imkanları saxlamaqdır. Xeyr. Yəni, diferensiallığı təmin etmək olur dərs prosesində, amma diferensiallığı önə çəkmək olmaz. Çünki diferensiallığı önə çəkməklə biz şagirdlər arasında fərq yaratmış oluruq. Bu isə doğru bir hal deyil. Ona görə də diferensiallığı önə çəkmək olmaz. Y variantı isə ona görə D variantı yanlışdır. Y variantı nədir? Müəllimin məqsədi şagirdlərdə sosial bacarıqları inkişaf etdirməkdir. Bəli, düzdür. Çünki layihə dediyimiz kimi şagirdlər bir arada işləməsini təmin edir. Şagirdlər də bir arada işlədikdə onlarda sosial bacarıqlar inkişaf etmiş olur. Sonra baxırıq 5-ci testimizə. 5-ci testdə nə qeyd edir? Deməli, müəllimin məqsədi şagirdlərdə təlim nəticəsinə əsasən şagirdlərdə yazı bacarıqları formalaşdırılmalıdır. Bunun üçün müəllim potensialı yüksək olan şagirdlərə esse yazmağı, potensialı aşağı olan şagirdlərə isə mətin verib üzündən köçürmələrini və ya 4-5 cümlə şəklində mətin qrup yazmalarını tapşırır. Deməli, verilənlərdən hansı müəllimin fəaliyyəti haqqında doğru fikirdir? Müəllim nə edib? Təlim nəticəsini şagirdlərə verdik, nəticəmiz yazı bacarığı formalaşdırmaqdır. Bunu qeyd edək ki, təlim nəticəsində nə ifadə olunursa, yəni şagirdlərin hansı bacarığı formalaşdırılmalıdır, nə ifadə olunursa, bütün şagirdlər buna gəlib çatmalıdırlar. Bəzi şagirdlər, potensialı yüksək olan şagirdlər daha yaxşı səviyyədə, potensialı aşağı olan səviyyələr isə ilkin səviyyədə gəlib ona çatırlar. Amma hər bir şagird bunu etməlidir. Məsələn, burada deyildiyi kimi, yazı bacarığı formalaşdırılmalıdır. Bəziləri daha yaxşı esse yaza bilərlər, bəziləri isə ümumiyyətcə 2-3 cümlə yaza bilərlər. Amma yenə də sonda şagird o yazını yazacaq. Səhv yazdı, düz yazdı, deyək ki, çox yazdı, az yazdı, əyri yazdı, düz yazdı, fərq etməz. Əsas odur ki, yazdı. Çünki bizdə yazı bacarığı formalaşdırılmalıdır. Və müəllim də bunu edir. Bütün şagirdləri yazı bacarığını formalaşdırır. Deməli, müəllim təlimdə diferensiallığı təmin edir, inklüzivliyi təmin edir, bərabər imkanları təmin edir. Çünki bütün şagirdlər, potensialdan asılı olmayan bütün şagirdlər üçün nə isə yazmağı tapşırıb. Asanı da tapşırıb, çətinlə də tapşırıb. Deməli, bunların hər biri təlimdə təmin olunur. Biz isə baxaq variantlara görə hansında var bu fikir? Avtoritar rejim A variantında nə idi? Müəllim şagirdlərin istəklərini nəzərə almadığı üçün sinifdə avtoritar rejimi sürür. Xeyr, avtoritar rejimlə bağlı bir şey yoxdur. Müəllim şagird müxtəlifliyi nəzərə alır, ancaq onların hər birində eyni bacarığı formalaşdırmır, amma yanlışdır. Eyni bacarığı formalaşdırır, yazı bacarığıdır. C. Müəllim şagirdlərdə eyni tapşırıqları vermək əvəzinə müxtəlif tapşırıq verib onları inkişaf etdirmir. Bu da yanlışdır. Eyni tapşırıqlar verilməlidir. Yüksək və ya aşağı səviyyədə. Çünki bütün şagirdlərdə eyni bacarıq formalaşmalıdır. D. Müəllim təlimdə səmərəli öyrənmə mühitini qurur, işinə peşəkar yanaşır. Səmərəli öyrənmə mühitini qurur sinifdə müəllim, amma bizə tam doğru cavab lazımdır ki, ən doğru cavabı hansıdır? Çünki burada təlim məqsədi verilib və şagirdlərə müxtəlif tapşırıqlar verilib, onunla bağlı cavab axtarır.
Y müəllim bərabər imkanları gözləməklə şagirdlərin eyni nəticəyə gəlmələrini təmin edir, düzdür. Bayaq belə izahda demişdik, əsas ən doğru cavabdır budur. Eyni zamanda əgər bu yox deyilsə ki, diferensiallık təmin olunub və ya deyilsəydi inklüzivlik təmin olunub, bunların hər biri doğru cavab hesab olunur. 6-cıya baxırıq. Müəllim şagirdlərdə özgüvən formalaşdırmaq üçün müzakirə zamanı onların hər birinin fikirlərini qəbul edir. Sinifdə pozitiv mühit formalaşdırdı. Şagird belə mühitdən istifadə edib müzakirədə rahat fikir ifadə edir, debatlardan yayınır. Deməli, burada nə baş verir? Müəllim şagirdlərdə özgüvən formalaşdırır, dəstəkləyici mühit yaradır. Müzakirə zamanı hər bir şagirdlərin fikirlərini rahat qəbul edirlər. Yəni, şagirdlər bir-birlərinin fikirlərini rahat qəbul edirlər. Deməli, şagirdlər fəal dinləyicidirlər. Emosional taksonomiyanı qəbul etmə mərhələsindədir. Bu şagirdlərdə bu mərhələ inkişaf edir. Eyni zamanda müəllim sinifdə müzakirə qaydalarında şagirdlərə öyrədib ki, yəni bir-birinizə hörmətlə yanaşın, bir-birinin fikrini qəbul edin. Sinifdə pozitiv mühit formalaşdırır. Yenə dəstəkləyici mühit yaranır. Şagird belə mühitdən istifadə edib müzakirələrdə rahat fikir ifadə edir. Deməli, şagird səhv etməkdən qorxmur, rahat fikir ifadə edir. Debatlardan yayınmır. Deməli, bu situasiyada artıq bunu görürsünüz, müzakirə də var, debat da var. Bu deməkdir ki, situasiya nə müzakirə qaydası üzərindən təşkil olunmayıb, nə debat qaydası üzərindən təşkil olunmayıb. Daha geniş və ümumi sinif mühitin təşkilindən danışırıq artıq. Situasiya əsasən verilmiş fikirlərdən asılı olur. A bəndi, müəllim şagirdlərdə müzakirə bacarıqlarını formalaşdırıb. A bəndi doğru fikirdir, amma tam şəkildə situasiyanı əhatə etmir. Çünki biz burada sadəcə müzakirədən deyil, debatdan da və sinif mühitindən danışırıq. Deməli, A variantı yanlış. B. Müəllim şagirdlərdə debatın qaydasını izah edib, onları debata cəlb edib. Bu digərinin əksidir. Burada da sadəcə debatdan danışırıq, amma müzakirəmiz də var idi. C. Müəllim şagirdləri təlim prosesinə adaptasiya etməklə təlimi onların istəklərinə uyğun şəkildə qurur. Xeyr, təbii ki, burada biz təlimi şagirdlərin istəklərinə uyğun şəkildə qurmaqdan danışmırıq. D. Müəllim sinifdə səmərəli öyrənmə mühitini təşkil etməklə hər fikrin doğru ola bilməyəcəyini, ancaq səhv etməyin də normal olduğunu şagirdlər aşılayıb, düzdür. Şagirdlər səhv etməyin normal olduğunu bildiklərinə görə müzakirədə də iştirak edir, debatda da iştirak edir və pozitiv mühit formalaşır, bir-birlərini dinləyirlər, özgüvənləri var şagirdlərin. D variantı doğru bir cavab. Sonra Y variantına baxaq, Y-də niyə yanlışdır? Şagirdlər müəllimin pozitiv davranışına görə oxumaqdan çox əylənməyə üstünlük verirlər. Yanlış. Təbii ki, situasiyada əylənməklə bağlı hər hansı bir amil yoxdur. Şagirdlər sadəcə rahat duraq, fikirlərini rahat ifadə edirlər. 7-ciyə baxırıq. Müəllim məqsədə çatmaq üçün şagirdlərə müxtəlif tapşırıqlar verdi. Deməli, müxtəliflik verilsə, bərabər imkanları gözlər. Tapşırıqların Tapşırıqların icrasından sonra müəllim onların səhvini dedikdə, fikrini izah etdi ki, şagirdlər bu səhvdən nəticə çıxardıb, sonraki tapşırıqlarda eyni səhvi etməməyə çalışdı. Situasiya ilə əsasən müəllimin fəaliyyəti haqqında deyilənlərdən hansı doğru deyil? Deməli, müəllim nə edib? Şagirdlərə müxtəlif tapşırıqlar verib, bərabər imkanları gözləyib, sonra onlar tapşırıq icra etdikdən sonra onlara rəy verib, fəaliyyətin stimullaşdırılmasını gözləyib və şagirdlərə elə rəy verib ki, şagird bilib ki, səhvi nədir, o səhvdən nəticə çıxardıb, sonraki tapşırıqlarda da o səhvi icra etməməyə çalışıb. Yəni, şagirdlərin düzgün şəkildə əks əlaqə qurulub, şagirdlərə konstruktiv rəy verilib, konkret olaraq deyilib ki, nəyi səhv ediblər, şagirdlər də artıq o səhvləri üzərində işləyib. Doğru olmayan axtarıq, baxaq nədir? Müəllim konstruktiv rəydən istifadə edib. Bəli, düzdür, müəllim konstruktiv rəydən istifadə edib. Sonra baxaq. Deməli, sonra B variantına baxırıq. Müəllim şagirdlərə səhvini deyərkən onların öyrənmə marağını söndürməyib. Düzdür, öyrənmə maraqlarını söndürməyib ki, sonraki tapşırıqları yenə də şagirdlər icra edirlər. Əgər öyrənmə marağını söndürsəydi, sonraki tapşırıqları şagirdlər icra etməzdi. Doğru cavabdır.
C. Müəllim şagirdlərin səhvlərini dəqiq, aydın şəkildə izah etməklə onların hansı hissələrə diqqət etməli olduqlarını açıqlayıb. Bəli, düzdür. Müəllim bunu şagirdlərə açıqlayıb ki, şagirdlər heç bir səhvə yol verməyiblər. Daha doğrusu növbəti dəfə artıq belə səhvlərə yol vermirlər. Sonra deməli, Y variantına baxırıq. Daha doğrusu D variantına müəllim şagirdlərin fəaliyyətini stimullaşdırmaqla onlarla düzgün əks əlaqə qurub. Bu da düzgün cavabdır. Y variantında isə qeyd olunur ki, müəllim şagirdlərin səhvini onların özünə deməklə şagirdləri səhv etməməyə sövq edir. Xeyr, burada müəllim şagirdləri səhv etməməyə, yəni səhv etməməyə demək ki, qapalı düşüncə tərzinə keçidir. Şagirdlərə sadəcə səhvlərini deyir. Burada təbii ki, ondan danışmır. Müəllim şagirdləri səhvlərini düzgün şəkildə deyir. Bu aid deyil. Sonra baxaq 8-ci testdə. İkinci testdə qeyd olunur, tədris ilinin əvvəlində dərsini həvəslə oxuyan şagirdin müəyyən müddətdən sonra tədrisə marağı aşağı səviyyəyə düşür. Burada nə baş verir? Öyrənmə həvəsi zəifləyir. Şagirdin belə bir situasiyaya düşməsi haqqında deyilənlərdən hansı doğru deyil? Deməli, tədris ilinin əvvəlində şagird dərsi həvəslə oxuyur. Amma bir müddət sonra şagird həvəsi zəifləyir. Deməli, müəllim nəsə bir proses iş görür ki, şagirdin həvəsi zəifləyir. Və ya şagird sinifdə deyək ki, bullyingə məruz qala bilər ki, şagirdin həvəsi zəifləsin. Verilənlərdən hansı doğru deyil? Müəllim təlim zamanı şagird müxtəlifliyini nəzərə almayıb. Şagird müxtəlifliyi nəzərə almayıbsa, bəli, şagirdin həvəsi zəifləyə bilər. Bu doğrudur. Şagirdin həvəsini zəifləndirə biləcək bir amildir. Yəni, diferensiallığı təmin etməz. Şagird artıq əvvəllər aktiv olar, amma gördü ki, zaman keçdikcə onun potensialı, onun fərdiliyi nəzərə alınmır, ona uyğun tapşırıqları yoxdur. Getdikcə şagird daha da zəifləyə bilər. Müəllim təlimi müxtəlif iş formaları ilə təşkil etməyə. Bu yanlışdır. Yəni, təlimi istənilən halda hansısa bir iş formasının təlimi təşkil olunur. Fərdi olmalıdır qrupda, ya fərq etməz. Yəni, istənilən halda hansısa bir təşkil olunur, amma iş forması şagirdin dərsə aktivliyini, yəni dərsə cəlb edə biləcək bir amil deyil. C. Müəllim sinifdə pozitiv mühit yaratmaqla negativləri aradan götürməyib. Bəli, müəllim sinifdə dəstəkləyici mühitin yaradılması prinsipinə əməl etməyib. Ona görə də sinifdə müsbət aura deyil, negativ aura var və bu da şagirdi dərsdən yayındıran haldır. D. Müəllim şagirdlərin yalnız səhvlərinə deyib, onların fəaliyyətini dəyərləndirməyib. Bəli, şagirdə sadəcə səhvləri qeyd olunub, ənənəvi təhsildə olan kimi şagird dərsdən yayınıb. Y. Müəllim valideynlə əlaqə qurub övladı haqqında onu məlumatlandırmayıb. Bəli. Biz effektiv müəllim-valideyn münasibətlərinin tənzimləməsində də qeyd etmişik ki, valideynlərlə də daimi olaraq əlaqə saxlanılmalıdır. Valideynlərlə saxlanılmış əlaqə şagirdlərin akademik biliklərini artırır, dərsə cəlb edir, onların şəxsiyyət kimi formalaşmasını təmin edir. Və ona görə də, yəni, şagirdin yaxşı fəaliyyəti haqqında müəllim valideynlə əlaqə qurub, onun fəaliyyətini valideyninə tərifləyirsə və ya şagirdin çatışmayan hansısa bir cəhətini zəng edib valideynlə əlaqə qurub deyirsə, müəllim valideyn birliyi şagirdi düzgün şəkildə istiqamətləndirə bilir. Bu hal baş verməyəndə, müəllim şagirdə məktəbdə bir şey deyir, evdə valideyn onunla ya maraqlanmır, ya da ümumiyyətcə valideyn başqa bir söz deyir. Bununla da şagirdin təbii ki, tədrisə marağı zəifləyir. Ona görə Y variantı da doğrudur. 9-cuya baxırıq. Tədris ilinin əvvəlində valideynlər icrası keçirilib, valideynləri tədris ili ərzində görüləcək fəaliyyətlə tanış etdi. İl ərzində müxtəlif zamanlarda bəzi işlərdə valideynlər əməkdaşlıq ediləcəyi bildirildi. Situasiya əsasən müəllimin fəaliyyəti haqqında deyilənlərdən hansı doğru deyil?
doğru olmayanı axtarırıq. Yəni, müəllim valideynlə tədris ilinin əvvəlində əlaqə qurub. İclas keçirdib və iclasda qeyd edib ki, valideynləri də, yəni siz də zaman-zaman bu işlərdə iştirak edəcəksiniz. Bu lazımdır, çünki valideynin məktəbə cəlb olunması həm şagirdin oxumasını yaxşılaşdırır, cəlb olunmanı yaxşılaşdırır, eyni zamanda valideyn-şagird münasibətlərinin tənzimlənməsinə şərait yaradır. Çünki valideyn övladının akademik səviyyəsini, potensialını məktəbdə daha yaxşı görə bilir, elmi səviyyədə olan potensialını. A bəndi, müəllim tədris ilinin əvvəlindən valideyn əməkdaşlıq şəraitində işləyəcəyini onlara bildirir. Bu situasiya ilə əlaqəli ilin əvvəlində iclas çağırıb və deyibsə ki, zaman-zaman iştirak edəcək, əməkdaşlıq edəcək, deməli deyib ki, yəni bir yerdə işləyəcək. A, doğrudur. B. Müəllim ilin əvvəlindən valideyn iclası keçirib, il ərzində görüləcək işlər haqqında onlara məlumat verməklə digər iclaslar zamanı gələ bilməyən valideynlərin iclasın proqramı ilə tanış olmasını təmin etdi. Xeyr, təbii ki, burada digər iclasda iştirak edə bilməyən valideynlər haqqında hər hansı bir amil yoxdur. Bu dəfə iclasda iştirak edə bilməyən gələn dəfə iştirak edə bilər. Yəni, biz iclası bunun üçün təşkil etmirik. Hansısa bir valideyna söz çatdırmaq üçün iclas təşkil etmirik. Deməli, B variantı situasiyaya uyğun deyil. Digər variantlar da niyə uyğun deyil? Onlara baxaq. Məktəb valideyn əlaqələrinin ilin əvvəlindən təmin edir müəllim. Bəli, düzdür, ilin əvvəlindən bu əlaqələr təmin olunmalıdır ki, getdikcə də hər hansı bir problemlər yaranmasın. D nədir? Müəllim valideyn iclası keçirməklə şagirdlərin bir şəxsiyyət kimi yetişdirilməsində sadəcə müəllimin deyil, valideynin də rolunun əvəz olunmaz olduğunu, müəllimlə daim əməkdaşlıq şəraitində işləməli olduqlarını onların nəzərinə çatdırdı. Bəli, düzdür, elə iclasın əsas məqsədi bundan ibarətdir. Y. Müəllim valideyni məktəbə cəlb etməklə təhsilin keyfiyyətli olması üçün öz bucağın il ərzində davamlı olmasının zəruri olduğunu onların nəzərinə çatdırdı. Bəli, il ərzində əməkdaşlıq edəcək deyirsə, deməli elə bunu valideynlərin nəzərinə çatdırır. Sonra 10-cu suala baxırıq. Müəllim şagirdlər üçün müəllim şagirdlərin təfəkkürünü inkişaf etdirmək, hadisələrə öz baxış tərzini formalaşdırmaq üçün onlara açıq suallar verdi və hər bir şagird fikrini formalaşdırsın deyə gözləmə vaxtı təyin etdi. Situasiya əsasən müəllimin fəaliyyəti haqqında hansı fikir doğrudur? Deməli, müəllim şagirdə təfəkkürü inkişaf etdirmək üçün sual verir, gözləmə vaxtı qoyur. Deməli, müəllim şagirdlərdə açıq düşüncə tərzi formalaşdırır. Müəllim şagirdlərin hər birinin fikir ifadə etmələrini tənzimləmək üçün gözləmə vaxtı verməklə bərabər imkanları tənzimləmiş olur. Sonra şagirdlərin hər birinin fikir ifadə etməsinə şərait yaratmaqla müəllim həm də inklüzivliyi təmin etmiş olur. Baxaq görək hansı doğrudur. Elə A bəndi. Bərabər imkanlar gözləməklə hər bir şagirdin sual ətrafında fikirləşərək fikir formalaşdırmasını təmin olundu. Düzdür. B nədir? Müəllimin məqsədi, yəni digərlər niyə yanlışdır, onları izah edin. Müəllim məqsədi şagirdlərin dərs prosesinə yayılmasının qarşısını almaqdır. Xeyr, yəni burada məqsəd bundan ibarət deyil. Məqsəd bütün şagirdlərin prosesi cəlb olunmasını təmin etməkdir. C. Şagirdlərə vaxt verməklə onlarda vaxtdan düzgün istifadə etmə bacarığı formalaşdırılır. Xeyr, bu vaxtdan düzgün istifadə etmə bacarığı deyil. Vaxtdan düzgün istifadə etmə bacarığı şagirdlərə müstəqil işlər verməklə formalaşır. D. Müəllim məqsədi şagirdlərin istənilən hadisələrə öz baxış tərzini formalaşdırıb, müxtəlif hadisələr zamanı sərgiləməməsini təmin etməkdir. Xeyr, burada yəni emosional davranışdan bir söhbət getmir, situasiyamız onun üzərində qurulmayıb, mövzu emosional davranışlar üzərindən təşkil olunmayıb, ona görə doğru deyil. Y. Müəllim bütün şagirdlərin verilmiş sual ətrafında düzgün fikir formalaşdırmasını təmin etmək üçün onlara gözlənmə vaxtı verir. Yanlışdır, yəni fikir formalaşdırması desəydi doğru olardı, amma düzgün fikir formalaşdırması yanlışdır. Bəlkə də şagird gözləyib fikir formalaşdıracaq, amma yanlış olacaq fikri. Biz şagirdləri düzgün fikir formalaşdırmağa məcbur edə bilmərik. Ona görə bu doğru bir cavab deyil. Sonra 11-ci suala baxaq. Müəllim bir müddət dərsdə müşahidə apardıqdan sonra müəyyən etdi ki, şagirdlərdən biri sual-cavab prosedurunda zəif iştirak etsə də tapşırıqları düzgün yazır. Müəllimin ilkin fəaliyyəti ilə bağlı deyilən fikirlərdən hansı yanlışdır? Deməli, müəllim görür ki, şagird sual-cavab prosedurunda zəif iştirak edir, müşahidə edir. Burada zəifdir. Amma
Şagird yazıda yaxşıdır. Deməli, şagirddə oxuyub yazaraq öyrənmə tərzi var. Danışaraq, yəni audial öyrənmə tərzi şagirddə zəifdir. Və fikir ifadə etməsi üçün şagird gözləmə vaxtına ehtiyac duyur. Bunun üçün də bərabər imkanlar yaradılmalıdır. Baxaq, müəllim sual-cavab prosedurunda şagirdlərə gözləmə vaxtı verib, yanlışdır. Müəllim gözləmə vaxtı versəydi, şagird də fikrini formalaşdırardı. Çünki şagird dayananda fikir formalaşdıra bilir, amma dayanmayanda fikir formalaşdıra bilmir. Ona görə də bu yanlışdır. Müəllim qeyri-formal müşahidədən istifadə edib, ilkin fəaliyyəti ilə bağlı deyilənlərdən hansı yanlışdır? Bəli, müəllim qeyri-formal müşahidədən istifadə edib. Çünki müəllim qeyri-formal müşahidə nədir? Hər dərs zamanı aparılan müşahidədir. Müəllim müşahidə edib ki, elə anidən şagird yazanda yaxşı olur, amma sual-cavabda iştirak edəmir. Bu düzgün cavabdır. Müəllim şagirdlərin potensiallarına uyğun suallar verib. Düzgün, yəni uyğun sual verib ki, yazanda yazır, yazmayanda, danışanda fikir ifadə edə bilmir. Yəni ora vaxt lazımdır ki, fikir ifadə eləsin. Bəlkə də fikri var, amma ifadə edə bilmir də, zaman çatmır. Müəllim bütün sinif iş formasından istifadə edib, sual-cavab bütün sinif iş formasından həyata keçirilə bilər. Çünki biz bütün sinifə eyni sualları veririk. Sonra müəllim bir qrup şagirdlə sual-cavab prosesini təşkil edib. Yox, bu müəllimin etdiyi yanlış deyil. Çünki bunu etmək, yəni bir qrup şagirdlə sual-cavab təşkil etsə belə, yenə də o şagird o qrup daxilindədirsə, şagird yenə cavab verə bilmir. Yazanda yazır, yazmayanda şifahi sual-cavabda isə cavab verə bilmir. Ona görə düzgün cavabımız A bəndi idi. İkinciyə baxarıq. Mövzunu keçdikdən sonra müəllim mövzudan müzakirə obyektini seçib, şagirdləri müzakirəyə cəlb etdi. Müəllim bu fəaliyyəti ilə hansı təlim modelini pozur? Emosional taksonomiyanın hansı mərhələsində şagirdlərdə inkişaf etdirir? Hansı öyrənmə tərzinə və Gardner hansı intellekt tərzində malik olan? Şagirdlər bu prosesdə daha fəal iştirak edəcək. Birinci başlayaq nədən? Təlim modelindən başlayaq. Bir-bir tapaq ki, hər birini birdən oxuyanda çaşdıra bilər biz. Mövzunu keçdikdən sonra mövzudan müzakirə obyektini seçib şagirdləri müzakirəyə cəlb edir. Mövzudan müzakirə obyektini müəllim seçirsə, deməli müəllim seçir, şagirdlərə də verir ki, bunu müzakirə edin. Burada nə olur? Diferensial təlim pozulur. Sonra, emosional taksonomiyanın hansı mərhələsi şagirdlərdə inkişaf etdirilir? Şagird onu müzakirə edirsə, deməli cavab verməlidir. Şagirdlər müəllim müzakirəyə cəlb edir. Buna reaksiya verməsini istəyir. Seçilmiş mövzuya, obyektə reaksiya vermələrini istəyir. Sonra, hansı öyrənmə tərzinə, əgər şagirdlər burada müzakirə edirlərsə, deməli, müzakirə varsa, deməli bu audio öyrənmə tərzi olacaq. Gardner hansı intellekt tərzinə malik şagirdlər prosesdə daha fəal iştirak edirlər? Müzakirə varsa, şagirdlər bir arada onu müzakirə edirlər. Deməli, burada şəxslərarası intellektə malik olan şagird daha aktiv olacaq. Və ona uyğun şəkildə seçirik. Deməli, diferensial təlim. Bu modeli ona görə pozur ki, mövzunu obyektdə sadəcə müəllim özü seçir. Yəni, şagirdlərə obyekt seçməyə icazə vermir. Müəllim seçirsə, müəllim şagirdlərin potensialını, onların marağını düzgün şəkildə təmin etməyə bilər. Şagirdlər hər biri özləri seçməlidir. Deməli, D variantı. Sonra 13-cüyə baxırıq. Verilənlərdən hansı qiymətləndirməyə aid deyil? Təhsil proqramlarının inkişaf perspektivlərini müəyyənləşdirir. Qiymətləndirmə, bəli, proqramın inkişaf perspektivini müəyyənləşdirir. Yəni, biz qiymətləndirmə nəticəsində proqramı təşkil edirik və sonra bilirik ki, görək burada inkişaf nə səviyyədə olub. Şagirdlərin təlim prosesində irəliləməsinə istiqamət verir. Formativ qiymətləndirmədir, düzdür. Şagirdlərin uğursuzluqlarını deyil, nailiyyətlərini vurğulayır, konstruktiv ürəkdən istifadə edirik. Yəni, burada bu da yenə formativ qiymətləndirmənin tərkib hissəsidir, düzdür. Şagirdlərin ilkin fəaliyyətinin istiqamətini müəyyənləşdirir, bu yanlışdır. Şagirdlərin ilkin fəaliyyəti yoxdur, şagirdlərin ilkin qiymətləndirilməsi var. İlkin qiymətləndirmə diaqnostik qiymətləndirmədir, onu müəyyən edirik. Sonra şagirdlərin sonraki fəaliyyətlərini isə istiqamətini müəyyənləşdiririk ki, hansı istiqamətdə ola bilər. Çünki ilkin olaraq şagirdləri biz dərs keçməmişik ki, ola bir fəaliyyətdə yerləşdirir. Şagirdin öz fəaliyyətinin planlaşdırılmasına şərait yaradır, düzdür, yəni metakognitiv bilik özünü qiymətləndirmədən istifadə olunur ki, bu da yenə də formativ qiymətləndirmə özünü göstərir. 14-yə baxırıq. Mövzunu keçdikdən sonra müəllim şagirdlərə mövzunun əsas mahiyyətini ifadə etmələrini tapşırır.
Mövzunun əsas mahiyyətini ifadə edirlərsə, ümumiləşdirmə aparacaqlar da burada. Sinkveyin iş üsulundan istifadə olunacaq. Tapşırıq biliyin idraç taksonomiyasının və təfəkkürün hansı növünə aiddir? Deməli, birinci başlayaq nədən? Biliyə. Eyni zamanda nə var burada? Şagirdlər tapşırıq icra edərkən hansı iş üsulundan istifadə edəcəklər? Bu da var. Deməli, tapşırıq biliyin hansı növünə aiddir? Ümumiləşdirmə aparılırsa, deməli, çoxlu biliklər arasında əlaqə tənzimlənir və burada konspekt yaradılır, belə deyək, böyük mətn qısaldılır və konspekt yaradılır. Bu konseptual biliyi özündə göstərir. İdraç taksonomiyasının və təfəkkür, idraç taksonomiyasının mərhələsi biz onu ümumiləşdiririk. Deməli, cümlələr arasında əlaqəni düzgün şəkildə tənzimləməliyik, mahiyyət itməsin. Bu da anladığımız kimi olduğuna görə bu olur anlama mərhələsi. Sonra təfəkkürün hansı növünə aiddir və biz burada mətn verilir, biz sadəcə onu ümumiləşdirib kiçildirik və burada təbii ki, məntiqi təfəkkürdən istifadə edəcəyik. Kimi Sinkveyin iş üsulundan da istifadə edəcəklər. Sinkveyin iş üsulu nə idi? Böyük mətnin lakonik şəkildə ifadə olunması idi. Fikrin qısa lakonik şəkildə ifadə olunması. Deməli, dedik konseptual bilik, anlama mərhələsi, məntiqi təfəkkür və Sinkveyin iş üsulu C variantı. Belə, yəni çoxlu testlər olduqda bir-bir axtarın, hər birinə birdən baxmayın, bir-bir axtarın görün hansıları istəyir. Sonra 15-ci testə baxıb, müəllim şagirdlərə mübahisəli sual verdi. Mübahisəli sual nə idi? Proaktiv sualda, proaktiv bir sualdır. Motivasiya mərhələsində daha çox istifadə edilir bu sualdan. Şagirdlərin hər biri suala cavab verməklə öz fikirlərini ifadə etdilər. Bəzi şagirdlər yoldaşlarının fikri ilə razılaşmadığını emosional şəkildə göstərdi. Deməli, emosional şəkildə göstərirsə, deməli, burada nə var? Şagirddə sosial emosional verəmə zəifdir və ya şagird də özünü idarə etmək olmayan nəzəriyyəsinə görə, emosional intellekt nəzəriyyəsinə görə özünü idarə etmə zəif şəkildə formalaşır. Deməli, verilmiş situasiyada Piaget, Goleman və Qane nəzəriyyələrinin hansı mərhələsi şəxsiyyət xarakterin formalaşmasının hansı səviyyəsi əks olunub? Birinci, proaktiv sualdan başladıq. Proaktiv sual nə idi dediyimiz? Mübahisə xarakterli bir sualdır. Motivasiya mərhələsində daha çox istifadə olma bilir. Mübahisəli suala beynimizdə düşünək ki, özümüz üçün hansı şagirdlər cavab verə bilər? Deməli, mübahisəli suala İbtidai sinif şagirdin mübahisəli sualı çox da düzgün səviyyədə başa düşüb ona cavab verə bilməyəcək. Amma yeniyetmə şagird bunu edə biləcək. Orta təhsil səviyyəsinə aid olanlar. Və bunun yaş aralığını düşünəndə artıq biz görürük ki, bu formal əməli mərhələni Piaget nəzəriyyəsinə görə formal əməli mərhələni özündə göstərmiş olur. Goleman və Qane nəzəriyyəsinin hansı mərhələsini özündə əks etdirir? Goleman emosional intellekt nəzəriyyəsi idi bildiyimiz kimi. Bayaq dediyimiz kimi, emosional şəkildə bir rəy göstərirsə, fəaliyyət icra edirsə, fəaliyyət hissəsi özünü idarə etməni göstərir. Yəni, idarə, emosional, idarə zəifdir. Özünü idarə etmə zəifdir. Sonra Qane nəzəriyyəsini, Qane nəzəriyyəsi öyrənmənin 9 addımını özündə göstərdiyinə görə, biz də bayaqdan elə dediyimizə görə ki, mübahisəli sual motivasiya mərhələsini əhatə edir. Deməli, motivasiya nə idi? Şagirdləri dərsə cəlb etməkdir. Bunu özündə göstərir. Və şəxsiyyət xarakterinin formalaşmasının hansı səviyyəsidir? Şagird emosional olaraq fikir ifadə edirsə, özünü idarə etməsi emosiyaların təsiri altında olursa, deməli, şagird qeyri-rasional şuur dövründədir. Və bunu artıq ümumiləşdiririk özümüz üçün bir formal olaraq. Deməli, formal əməli mərhələ Piaget nəzəriyyəsində Golemanda Golemanda özünü idarə etmə, Qanedə şagirdlər dərsə cəlb etmək, digərində isə qeyri-rasional şuur dövrüdür. B variantı. Sonra 16-cıya baxırıq. Mövzunu anlamayan şagird müəllimdən kömək istədi. Müəllim şagirdə yönəldici suallar verməklə onun özünün verdiyi suallara cavab tapmasına şərait yaratdı. Situasiya əsasən müəllim hansı nəzəriyyə və etik davranış prinsipindən hansına əməl edir? Deməli, müəllim nə edir? Şagirdə yönəldici sual verir ki, şagird özü cavab tapsın. Bilir ki, fasilitator müəllimin ən başlıca bir əlaməti odur. Konkret olaraq şagird əvəzinə nəyisə cavab verməli deyil. Şagirdə çalışmalıdır ki, yönəldici suallardan istifadə edib özünün cavab tapmasına şərait yaratsın ki, bu da scaffoldingi özündə göstərmiş olur. Yəni, sosial inkişaf nəzəriyyəsi, Vygotsky nəzəriyyəsi.
bunu özündə göstərir və etik davranışlardan müəllim bilirsiniz ki, vicdanlı müəllim heç zaman şagird əvəzdən özü danışmır. Təbii ki, müasir dövr müəllimindən danışırıq. Özü danışmır, istəyir şagird işi özü icra eləsin, özü nəyisə öyrənsin. Çünki şagirdlər özləri nəyisə edəndə daha yaxşı öyrənirlər. Və burada olduq sosial inkişaf nəzəriyyəsi və vicdanlılıq. 17-ciyə baxırıq. Müəllim şagirdlərə gələcəyi əks etdirən robot texnologiyası haqqında layihə hazırlamağı tapşırır. Tapşırıq hansı təlim modelini və inteqrasiyanın hansı növünü özündə əks etdirir? Deməli, müəllim şagirdlərə belə bir layihə hazırlamağı tapşırır. Təbii ki, bu layihə əsaslı təlim modelini özündə göstərir və layihə isə həm fəndaxlı, həm fənüstü inteqrasiyanı özündə göstərir. Burada baxırıq ki, layihə əsaslı təlim modeli var və fənüstü inteqrasiya var. Bunu götürürük. Cavablarda, yəni bunun cavabı yanlış verilib. Düzgün cavab A variantıdır. Sonra 18-ci testə baxırıq. Şagird sayı çox olduqda bütün şagirdlərlə əks əlaqə qurmaq çətinlik yaradır. Verilənlər aiddir. Şagird sayı çox olduqda təbii ki, asinxron tədris biz burada şagirdlərlə bilavasitə əlaqə qurmadığımıza görə problem yaratmır. Sinxron tədris bəli əlaqə yarada bilir, çünki əyani dərs formamızdan şagird sayı çox olanda hər bir şagirdlə əlaqə qurmaq çətin olur. İstər əyanidə, istər onlayn formada düzdür, amma qruplarla iş buna aid deyil. Sonra hibrid tədris təbii ki, buna aid deyil. Hibrid dərsin müəyyən hissəsinin əyani, müəyyən hissəsinin onlayn şəkildə təşkil olunmasıdır ki, bu da düzgün deyil. Sinxron tədris bəli aiddir. Bir də fərdi iş forması aiddir ki, şagird sayı çox olanda elə şagirdlərlə əlaqə qurmaq çətin olur. Yəni, sinxron tədris elə məktəbdə müəllim şagird arasında keçirilən dərsi özündə göstərən bir haldır. Gündəlik keçdiyimiz əyani dərslərdir və ya eyni dərsin onlayn formada təşkili. 19-cuya baxırıq. Puzzlelarla xəritə yığmaq yarışı zamanı şagird öz yoldaşının qalib gəlməsini istədiyi üçün puzzle yığarkən ona istiqamət verdi. Müəllimlər şagirdin bu davranışının təqdirə layiq hal olduğunu qeyd etdilər. Situasiya açısından şagird Kolberg mənəvi inkişaf nəzəriyyəsinin hansı mərhələsində və psixomotor taksonomiyanın hansı səviyyəsindədir? Şagird burada nə edir? Yoldaşına istiqamət verir ki, şagird burada yoldaşına istiqamət verir ki, yoldaşı puzzle yığa bilsin. Və burada biz demək, burada şagird Kolberg nəzəriyyəsinə görə qəbul olunma mərhələsindədir. Qəbul olunma mərhələsinin nə olduğunu bilirsiniz, yəqin ki, bir daha qeyd edim. Qəbul olunma bir növ cəmiyyət tərəfindən qəbul olunma məntiq xətasına da yol verir. Yəni, istəyir ki, hər kəs onu yaxşı bir insan kimi qəbul eləsin. Yəni, bu yaxşı bir insandır, hər kəsə kömək edir, belə. Özünü cəmiyyətdə bu cür göstərməyə cəhd edir. Kolberg mənəvi inkişaf nəzəriyyəsinə görə bu şagird qəbul olunma mərhələsindədir. Psixomotor taksonomiyanın hansı səviyyəsindədir deyə qeyd olunanda, demək, bu da qəbul olunma götürür. Psixomotor taksonomiyanın səviyyəsinə görə deməli, yoldaşına kömək edən bu şagird psixomotor taksonomiyanın təbiiləşmə mərhələsindədir. Kömək alan, yəni bu istiqaməti alan şagird manipulyasiya mərhələsindədir. Burada şagird psixomotor taksonomiyanın hansı səviyyəsindədir? Sualına uyğun təbii ki, cavabımız yoxdur. Yazılarkən yanlışa yol verilib, burada cavab qeyd olunmayıb. Ona görə də biz burada belə deyək, özümüzdən cavabımızı yazaq. Burada bunun manipulyasiya yox, təbiiləşmə qeyd edirik. Təbii ki, üzrü sayısız, yəqin ki, bilirsiniz ki, belə bir səhvlər olur bəzən. Deməli, test yazılanda yanlış bir şey nəzərdə tutulduğuna görə o yazılmayıb. Deməli, bu təbiiləşmə mərhələsində olur şagird və qəbul olunma mərhələsində.
Sonra 20-ci suala baxırıq. Çünki şagirdlə birləşmə məsələsində ona görə deyirik ki, şagird yoldaşına istiqamət verir. Yəni, müəllim kimi yoldaşına istiqamət verir. Bu şagird artıq bu prosesi o qədər yaxşı əzbərdən bilir ki, yoldaşına qısa zamanda istiqamət verir ki, hə, tez o yoldaşı qısa zamanda yığsın və qalib olsun. Ona görə də şagird özü təbiiləşmədə, amma ondan istiqamət alan şagird manipulyasiya mərhələsində olur. Biz isə istiqamət verən şagirdin bacarığını yoxlayırdıq, istiqamət alanın deyil. 20-ciyə baxırıq. Müəllim hər zaman dərsdə fəal olan şagirdi valideyninə təriflədi. Sonra nə baş verdi? Bir müddət sonra, keçdikdən sonra bir müddət. Müəllim şagirdin dərsdə fəallığının azalmağa başladığını, hər hansı sual ətrafında fikir yürütməkdən çəkildiyini müşahidə edir. Verilənlərdən hansı müəllim situasiyasının fəaliyyətini özündə əks etdirir? Deməli, müəllim nə edibdir? Valideynə daimi şagirdi tərifləyib. Yəni, daim tərifləyib o deməkdir ki, hər zaman dərsdə fəal olan şagirdi tərifləmək o deməkdir ki, yəni bu şagirdin bir neqativ cəhəti yoxdur. Biz valideynə ancaq bunun yaxşı tərəflərini demişik. Və biz bir insanın nə qədər yaxşı tərəflərini deyiriksə, avtomatik olaraq o insanın qapalı düşüncə tərzinə salırıq və o düşünür ki, mən mükəmməl olmalıyam. Yəni, mən nəyisə yanlış edə bilmərəm. Bir müddət sonra şagirdin dərsdə fəallığına görə azalır ki, valideyn də evdə övladına deyir ki, afərin sənə, müəllim səni mənə təriflədi, müəllim dedi filan şey belə yaxşı eləmisən, belə tərifi qeyd edir şagirdə, övladına. Və şagird də düşünür ki, hə, mən həmişə sinifdə yaxşı işlər görüm ki, qoy müəllim məni valideynimə tərifləsin. Fəallıq da ona görə azalır ki, indi biz şagird hər şeyi dəqiq bilə bilməz ki, dəqiq nəyisə bildiyi ana qədər sakit durur, dəqiq bildiyi şeyi deyir. Bu isə şagirdin fəallığının azaldığını göstərən bir haldır. Yəni, müəllim şagirdi tərifləyərkən, şagird şəxsiyyətinə yönəlik rəy veribdir, şagirdi yanlış tərifləyib, düzgün istiqamətdə tərif həyata keçirməyib. A bəndi nədir? Deməli, müəllim müsbət gücləndiricidən istifadə edib? Yox, təbii ki, bu deyil. Müsbət gücləndiricidən istifadə etmək şagirdin fəaliyyətini, yəni aktivliyini azalda biləcək bir amil deyil. Müəllim şagirddə yaradıcı təfəkkürü formalaşdırıb, yaradıcı təfəkkürdə aktivliyi azalda biləcək bir hal deyil. Müəllim şagird tərifləyərkən yanlış metoddan istifadə edib? Bəli, tərifləyərkən yanlış metoddan istifadə edib. Ona görə də tərif şagirdi qapalı düşüncə tərzinə salıb və nəticədə şagird artıq fəallığa azalmağa başlayıb deyə qoy elə bildiyim şeyləri deyim ki, yenə də təriflənim. Deyil, səhvdir, daha doğrusu müəllim konfidensiallığı qorumayıb. Yox, təbii ki, konfidensiallığı qorumamağın şagirdin dərsdə aktivliyinə təsiri yoxdur, çünki valideynlə danışıb. Müəllim şagirdin müsbət tərəfini vurğulasa da, amma burada hər zaman valideynlə danışıb, yəni konfidensiallıqın nailiyyəti yox idi. Müəllim şagirdin müsbət tərəfini vurğulasa da, yanlış hərəkətlərini də dediyi üçün şagird dərs prosesindən yayınıb, xeyr. Müəllim əgər şagirdin müsbətin də mənfisini də desəydi, valideyn də evdə övladını o dərəcədə yüksək səviyyədə yəni dəyərləndirməyəcəkdi. Dəyərləndirməyəcək deyərkən, yəni o da tərifləməyəcəkdi, şəxsiyyətə uyğun elə rəylər verilməyəcəkdi və şagirdin aktivliyi olduğu kimi qalacaq. Ballar olmadığına görə dediklərimiz baş verməyib və şagirdin aktivliyi zəifdir. Deməli, sınağa əsasən bunu qeyd edirəm. 17-ci testin cavabı bayaq dediyim kimi yanlış düşüb. 17-ci testin cavabı A bəndidir. Və bir də 19-cu testin cavabında düzgün cavab qeyd olunmayıb. Orada manipulyasiya yerinə dəqiq təbiiləşmə yazılmalı idi. Psixomotor taksonomiya mərhələsi düzgün verilmir. Emosional taksonomiyanın hansı səviyyəsində deyə götürsəydik, təbii ki, yəni biz burada psixomotor taksonomiya yox, emosional taksonomiya yazsaydıq, şagird emosional taksonomiyanın dəyərləndirmə səviyyəsində olardı. Və bu deyil. Diqqətiniz üçün minnətdaram.